Bismillahirrahmanirrahim. Bəşəriyyət tarixində bir dövr sona çatdı. İndi isə digər peyğəmbərlərə bənzəməyən bir peyğəmbərin gələcəyi yeni bir dövr başlayacaq. Allah bir peyğəmbər seçdi ki, ondan sonra gələcək bütün peyğəmbərlər onun nəslindən olacaq. Biz yer üzünə hökmranlıq edən və onun böyük bir hissəsini idarə edən Nəmrudun dövründəyik. Deyilənə görə yer üzünə 4 nəfər hökmranlıq edib. Onlardan ikisi kafir, ikisi isə mömin idi. Kafirlər Nəmrud və Buxtan-Nasr idi. Möminlər isə Süleyman əleyhissalam və Zülqarneyn idi. Nəmrudun dövründə bütpərəstlik İraqda, Şamda və Misir sərhədlərinə qədər bütün torpaqlara yayılmışdı. İnsanlar bütlərə, həmçinin ulduzlara və planetlərə sitayiş edirdilər. Bəli, insanlar bu hala gəldi. Şeytan onları bu cür aldatdı və Allahdan başqasına ibadət etməyə sövq etdi. Belə bir mühitdə, xüsusilə Babildə İbrahim adında kiçik bir oğlan uşağı dünyaya gəldi. Haqsızlıq, zülm və Allaha şərik qoşmaqla dolu o qaranlıq zamanda. Onun atası kim idi? Atasının adı müxtəlif mənbələrdə Tarih, Tarix, Quran-ı Kərimdə isə Azər olaraq qeyd edilir. Onun bir neçə adı var idi. Atası öz xalqı arasında mühüm mövqe tuturdu və bütləri düzəldənlərdən biri idi. Bu, İbrahimin atasıdır. Atası nəinki bütlərə sitayiş edir, o, həm də bütləri düzəldir və insanlara satırdı. Bu uşaq uca Allahın himayəsi və rəhbərliyi altında böyüdü. Biz sıradan bir insandan danışmırıq, o, dərəcə baxımından Muhammed Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra gəlir. Əgər bütün insanları sıralasaydıq, birinci yerdə Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm, ikinci yerdə isə İbrahimi aleyhissalam görərdik. İbrahim böyüdü və bütləri gördü. Atasının Allaha deyil, onlara sitayiş etdiyini gördü. İbrahimə gəlincə isə Allah onu qoruduğu üçün o heç vaxt onlara sitayiş etmədi. Atası o uşaq olarkən ona bu bütləri satmaq üçün bazara getməyi tapşırırdı. Mən artıq yaşlaşmışam, indi növbə oğlum İbrahimindir, o da mənimlə birlikdə bütləri satsın. İbrahim dedi, mən büt satım. Atası cavab verdi, bəli, bazara get və bütləri sat. İbrahim aleyhissalam hələ uşaq ikən gedər və bütləri insanların qarşısına qoyardı. Bilirsiniz o nə deyərdi? Nə xeyri, nə də ziyanı olmayan bir bütü kim alar? Nə faydası, nə də zərəri olmayan bir daş parçasını kim alar? İnsanlar onun yanına gəlir, dediyi sözlərə təəccüblənir və onların tanrılarını aşağılamasına qəzəblənirdilər. Buna görə də heç kim ondan heç nə almırdı. Atası bundan xəbər tutanda qəzəbləndi və dedi, sən nə edirsən İbrahim? O dedi, heç kim məndən heç nə almadı. Sonra ikinci gün yenə bazara getdi, bütü geri gətirdi. Su qabının yanına qoydu və ona dedi, insanların qarşısında su iç. Lakin təbii ki, büt içmir. İç, sən su içməyə qadir deyilsən, o, bütün insanların qarşısında alçaltmaq istəyirdi. O, hələ gənc bir oğlan idi. Hələ ona vəhiy gəlməmişdi və hələ peyğəmbər olmamışdı. Lakin o, bu düşüncə tərzi ilə yaşayırdı. وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ Allah ona hələ uşaq ikən düzgün mühakimə qabiliyyəti bəxş etdi və ona öyrətdi. وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ Küfrlə dolu bir mühitdə onlar günəşə, aya və digər planetlərə sitayiş edirdilər. Hər planetə bir vəzifə vermişdilər. Bu, filan şeyin tanrısıdır və s. Bütlər isə onları bu planetlərə yaxınlaşdıran bir vasitə idi. Nəmruda gəldikdə isə o, təkəbbürün, haqsızlığın və zülmün elə bir həddinə çatdı ki, insanlara özünə sitayiş etməyə məcbur etdi. O, tanrılıq iddia edərək, həyat verən və öldürən tanrının və Rəbbin öz olduğunu deyirdi. Belə bir mühitdə İbrahim əl-Xəlil böyüdü və peyğəmbər oldu. Çox ilahlıq, haqsızlıq, zülm və əxlaqsızlıqla kirlənmiş bu mühitdə Allahın peyğəmbəri İbrahim göndərildi. O, öz qövmünü dəvət etmək istəyirdi. Bəs kimdən başlayacaqdı? O, özünə ən yaxın olan
və onun rifahı üçün ən çox narahat olan şəxsdən başladı. Bu onun atası Azər idi. Bir gün atasının yanına getdi. واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا. O atasının yanında əyləşdi. Tam bir hörmət və nəzakətlə "Sən mənim atamsan" dedi. Atasına dönə-dönə "Atacan" deyə müraciət edirdi. Bu ona atalıq və oğulluq bağını hiss etdirmək üçün idi. يا أبت لم تعبد ما لا يسمع. Problem burasındadır ki, atası bütlərə təkcə ibadət etmir, həm də onları dizayn edirdi. İnsanlar bütlərin hazırlanıb ortaya çıxarılmasında ona güvənirdilər. Yəni atası sıradan bir insan değildi. يا أبت لم تعبد ما لا يسمع ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا. Bu bir şok idi. İlk dəfə idi ki, oğlu bu sözlərlə atasını şoka salırdı. Atası elə düşünürdü ki, oğlu bütpərəstlikdə böyük bir məqama sahib olacaq. Bütlərin düzəldilməsi işini və sair ondan miras alacaq. Birdən-birə oğlu ondan nə üçün eşitməyən, görməyən və heç bir fayda verməyən bu bütlərə ibadət etdiyini soruşur. Əgər xəstələnsən, sənə faydası olmayacaq. Ehtiyacın olanda sənə kömək etməyəcək. Kasıblaşsan, səni ruziləndirməyəcək. Təhlükədə olsan, səni müdafiə etməyəcək. Bu bütlər sənə necə kömək edəcək? O atası ilə tam bir nəzakətlə danışırdı. Deyilir ki, o atası ilə hər zaman böyük ədəb və təvazökarlıqla danışarmış. Atası heyrət içində idi. Bu uşaq nə deyir? Bu sözlər haradan tapıb gətirir? Sənə bu yeni dini və bütün bu dediklərini kim öyrədib? يا أبت إني قد جاءني من العلم إني قد جاءني من العلم ما لم يأتك. Allah məni müəyyən bir elmlə mükafatlandırıb ki, onu nə sənə, nə də xalqdan başqa bir kimsəyə bəxş etməyib. Oğlun atasının bilmədiyi şeyləri bilməsi bir qüsur deyil. Şagirdin bəzən müəllimdən daha üstün olması xəta deyil. Övladların elmin bir çox sahələrində atalarını geridə qoyması qadağan deyil. Məhz bu səbəbdən atası ondan, sən bu elmi haradan almısan deyə soruşanda o dedi. يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني أهدك صراطا سويا. Allahu Ekber. İbrahim tam bir cəsarət və hörmətlə atasına ona tabe olmağı təklif edir. O bunu ona necə dedi? Bu göstərir ki, Allahın Peyğəmbəri İbrahim Allahın haqqı məsələsində heç kimlə güzəştə getmir. Lakin hər bir insana layiq olduğu hörməti göstərirdi. O nə edirsə etsin mənim atamdır. Rəbbimiz də buyurur ki, əgər bilmədiyin bir şeyi mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaat etmə. Dünyada onlarla nəzakətlə rəftar et. Sonra o atasına dedi. يا أبت لا تعبد الشيطان. Atası şeytana deyil, bütlərə ibadət edirdi. Bəs niyə İbrahim aleyhissalam ondan şeytana ibadət etməməyi istədi? İbrahim atasına bunu izah etmək istəyirdi. Əziz ata, sən təkcə bütə ibadət etmirsən. Sən şeytana ibadət edirsən, çünki bu işin arxasında o dayanar. Səni bu işə sövq edən şeytana ibadət edirsən. Şeytan isə nifrətə layiqdir. Bütünə qədər bəzək-düzəkli olsa da, atacan, sən nə xeyri, nə də ziyan olmayan bir daşa sitayiş edirsən. Sən səni buna dəvət edən şeytana ibadət edirsən. يا أبت. Atacan, onun nitqinin gözəlliyinə baxın, hər dəfə o atacan ifadəsini təkrar edir. Bu onun əxlaqını, ədəbini nümayiş etdirir. يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا. İbrahim Allahın adları olmasına baxmayaraq, atasının Əl-Qahhar və ya Əl-Cəbbar olan Allaha qarşı asiliyini birbaşa qeyd etmədi. Niyə o Rəhmən adını seçdi?
Çünki o hələ də atasının qəlbini qazanmaq istəyir və ona bunun şeytan olduğunu, Allahın isə mərhəmətli olduğunu izah etməyə çalışır. Dəvət üslubunu görürsünüzmü? Bugün biz Allahın tam və qəti dəlillər bəxş etdiyi bir peyğəmbərin hekayəsinə başlayırıq. Allah Quranda İbrahimə tam bir sübut bəxş etdiyini buyurur. Onun atası ilə danışığına və söz seçiminə baxın. Şeytana ibadət etmə. Həqiqətən şeytan rəhmənə asi olmuşdur. Atası qəzəbləndi və əsəbləşdi. İbrahim dedi, mənə qəzəblənsən belə, mən sənin yaxşılığını istəyirəm. Mən bunları sənə təkəbbürdən, qürurdan və özündən razılıqdan demirəm. Bütün bunlar yalnız bir şey üçündür, ey ata. Nədir o? يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن. İbrahimin yeganə məqsədi atasının əzaba düçar olmamasıdır. Sonda mənə bir şey olmayacaq. Əgər Allah mənə rəhm etsə, mən böyük bir cənnətə daxil olacağam. Mən sadəcə sənin üçün qorxuram. Mən təkcə sənin cəhənnəmə girməyindən deyil, hətta sənə bir azca əzabın toxunmasından belə qorxuram. يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن. O yenə təkrar edir Ər-Rəhmən, birinci dəfə və ikinci dəfə. O atasını Allaha yaxınlaşdırmaq istəyir. أن يمسك عذاب من الرحمن Və beləliklə فتكون للشيطان وليا. qiyamət günü sən şeytanın yoldaşlarından olacaqsan. İbrahim əleyhissalam onunla ən gözəl ədəblə danışmasına baxmayaraq atası qəzəbləndi. Atası bütün bu nəsihətləri qəbul etmədi və bu ən nəzakətli üsullara heç bir əhəmiyyət vermədi. Əvəzində isə dik başlıq etdi və oğlu İbrahimə qarşı təkəbbür göstərdi. İbrahim atasını dəvət etməyə davam etdi. Heç vaxt yorulmadı və ruhdan düşmədi. O hər bir fürsətdən və hər bir üsuldan istifadə edərək ən yaxşılarını tətbiq etdi. Atası isə onu rədd edir və qovurdu. Nəhayət bir gün atası onu təhdid etməyə başladı. O hədələyərək dedi: قال أراغب أنت عن آلهتي يا إبراهيم. Atanın öz oğluna qarşı qəddarlığına baxın. Sən mənim bütümə ibadət etmək istəmirsən, onu rədd edirsən ey İbrahim. İbrahim atacan deməsinə baxmayaraq atası ona oğlum demədi. Qəlbi kör edən küfrün qəddarlığına baxın. قال أراغب أنت عن آلهتي يا إبراهيم. Əgər susmasan və bu dəvətinə son qoymasan, səni daşqalaq edərək öldürərəm. Bunu öz oğluna, qəlbinin ən əziz parçasına deyir. Küfr bəzən qəlbləri kör edir. O dedi, səni daşqalaq edərək öldürərəm. İbrahim dayanmadı, susmadı, qorxmadı. O atasının rifahı üçün narahat olduğundan onu dəvət etməyə davam etdi. Lakin atası hey onu evdən qovdu. قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا. Səni görmək istəmirəm. İbrahim evi tərk etdi. Ya Allah. Təsəvvür edirsinizmi? Oğul evdən qovulur. Atası öz oğlunu evdən qovur. Bəs oğlun cavabı necə oldu? İbrahim cavab verdi. قال سلام عليك. قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا. Bu İbrahimə bunun qadağan edilməsindən əvvəl idi. O inanırdı ki, atası nə vaxtsa İslamı qəbul edəcək və köhnə yollarından əl çəkəcək. Buna görə də onun üçün dua edirdi. İbrahimə ən çox bənzəyən şəxs kimdir? Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm. O da əmisi öldükdən sonra belə onun üçün dua edirdi. Lakin əmisi müsəlman kimi vəfat etməmişdi. O əmisi üçün dua edirdi, lakin o müsəlman kimi ölməmişdi. Sonra Allah bunu qadağan etdi. İbrahim atasına söz verdi ki, gecə, gündüz onun üçün bağışlanma diləyəcək. Bu mərhəmətli qəlbə baxın. Haqqı çatdırmaqdakı qətiyyətinə baxmayaraq o,
insanlar arasında onlara qarşı ən şəfqətli olan idi. İbrahim evi tərk edəndə hara getdi? O, insanların sitayiş etdiyi planetləri və ulduzları görməyə getdi. Bu günəş nədir? Bu ay nədir? Uca Allahın əvəzinə sitayiş edilən bu planetlər nədir? O, öz qövmü bu ulduzlara və planetlərə ibadət edərkən onların yanına getdi. Onlarla məntiqli şəkildə müzakirə aparmaq istəyirdi. İnsanlar toplandılar. Onlar bilirdilər ki, İbrahimin qəribə fikirləri var və o, bütlərə hücum edir. İbrahimin insanların xoşlamadığı, atalarının gətirmədiyi yeni fikirləri var idi. İndi o, bu ulduzlar və planetlər haqqında danışmağa başladı. Onlarla məntiqlə müzakirə etməyə başladı. O nə dedi və nə etdi? İbrahim çox zəkalıdır. Növbəti seriyada görəcəyik ki, İbrahim bu ulduzlar və bu planetlər haqqında nə deyib.